Dünyanın siyasi arenasında yeni küləklər əsir. Ağ Evdən qalxan bu külək Atlantik okeanını aşaraq Avropanın təməl daşlarına da toxunur. ABŞ prezidenti Donald Trumpın son fərmanları və çıxışları, xüsusilə də qarşılıqlı tariflərlə bağlı imzaladığı sənəd beynəlxalq münasibətlərdə artıq ənənəyə çevrilmiş dinamikaları sarsıdıb. Trumpın tarif fərmanı Avropanın siyasi və iqtisadi mərkəzlərində narahatlıq yaradıb. Çünki bu tariflərə uyğunlaşmaq ABŞ ilə sıx ticarət əlaqələrinə malik olan Almaniya, Fransa və İtaliya kimi ölkələr üçün ciddi sınaq ola bilər. ABŞ liderinin fikrincə Avropadakı müttəfiqlər 10 illərdir ki, ölkənin resurslarından, siyasi çəkisindən və hərbi qüdrətindən faydalanıb. ABŞ özü isə bu yükü tək başına daşıyıb. Trump nəinki ABŞ-da maliyyə və hərbi baxımdan asılı olan ölkələri ticarət tarifləri ilə təzyiq altında saxlayır. O həm də NATO-nun gələcəyi üçün yeni ödəmə şərtləri irəli sürür. Trumpın bu ilin martında NATO ölkələri ödəmə etməsə onları müdafiə etməyəcəyim sözləri beynəlxalq diplomatiyada rezonans doğurdu. Yaranan bu gərgin atmosferi yumşaltmaq üçün Ağ Ev diplomatiyası da özünü biruzə verdi. NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin son toplantısında çıxış edən ABŞ dövlət katibi Marco Rubio bildirdi ki, prezident Donald Trump aydın şəkildə vurğulayıb ki, o NATO-nu dəstəkləyir və ölkə alyansın üzvü olmağa davam edəcək. Bu cümlə sakitləşdirici bir tonla səslənsə də, Trumpın ritorikasının yaratdığı dərin çatları gizlətmək üçün kifayət etmir. Bütün bunların fonunda Trumpın siyasəti təkcə ABŞ-nın maraqlarının müdafiəsi deyil, həm də Qərb dünyasını yenidən dizayn etmək cəhdidir. Bugünkü şəraitdə Vaşinqton Avropadan özünü toparlamağı, ayağa durmağı və məsuliyyəti bölüşməyi tələb edir.